Uşaqlar salam. İndi isə sınaq natural ədədlərə aid test 2-nin izahına baxaq. Deyir ki, A və B natural ədədlər üçün əbab AB 30 ortaq olmayan sayda vuruqlar, yəni ortaq olmayan sayda vuruqlar C-dir. C isə 6 olarsa, əkob AB-ni tapın qaydanı yazıram bura. Əkob AB bərabərdir. Əbob AB vurulsun C. Yəni əbob 30-u vururuq 6-ya. 30 vur 6 düzgün cavab olur 180. Birinci testimizin düzgün cavabı. Bu qaydaları öyrənin uşaqlar. İsə bərabərdir. Ortaq olmayan sayda vurulan hasilini tapmaq üçün əkobu əboba bölürük. Buradan da çarpaz vursaq, əkobu tapmaq üçün C-ni, yəni ortaq olmayan sayda vurulan hasilini əboba vurmalıyıq. Yəni 6 vur 30 180. İkinci testə keçirik. Biri digərinin 4 misli olan 2 natural ədədin əbobu 7-yə bərabərdir. Yəni biri x-dır, digəri isə 4 vur x-dır. Yəni belə düşünün də uşaqlar, bu 1x-dır, bu 4x-dır. İkisində də ortaq olan nə görürsünüz? X. Deməli əbob bərabərdir x-a, yəni 7-yə. Düzdür? İndi gətirib yerinə yazaq. Deməli bu 7-dir, bu da 4 vur 7 28. Bu ədədlərin ortaq olmayan sayda vuruqlarının hasilini tapın deyir. Ortaq olmayan, yəni 1 vur x, 4 vur x. Ortaq olan x-dırsa, ortaq olmayanlar nədir burada? 1 vur 4, yəni düzgün cavab olur D variantı. İkinci testə baxırıq. Sinifdəki şagirdlərin 30-u riyaziyyat, 15-i isə kimya dərnəyinə yazıldı. Dərnəyə yazılan şagirdlərdən 4-ü hər iki dərnəyə yazılarsa. Deməli, buraya yazaq riyaziyyat. Gəlin, biraz tünd rənglə yazım, sizə rahat olsun. Aha. Deməli, çoxluğu çəkək. Bu bizim 2 çoxluğumuz olsun. 2 fiqur. Deməli, 30. Riyaziyyata yazdıq 30. Kimya 15. Düzdürmü? 4-ü hər iki. 4 bura yazılır. 30 çıx 4. Yalnız riyaziyyata yazılan 30 çıx 4 26-dır. Yalnız kimyaya yazılan 11. Ümumi dərnəyə yazılan uşaqlar və bunlardır uşaqlar. Və dərnəyə yazılan uşaqlar bunlardır. Deməli, onu riyaziyyat. Mən bura niyə 30 yazdım ki? Bir dənə çox üzür. Deməli, bura oldu 10. 10 çıx 4. Bura oldu 6. 10 riyaziyyat. 30 ümumidir. Dərnəyə yazılan uşaqlarımız 6 üstəgəl 4 üstəgəl 11, yəni 21-dir. 30-dan 11-i dərnəyə gedirsə, heç bir dərnəkdə iştirak etməyən 30 çıx 21, o da olacaq. Düzgün cavab 9. Üçüncü testimizdə. Devam edək. Dördüncü testdə nə deyir? Deyir ki, 160 ədədinin müsbət bölənlərinin sayı, müsbət bölənlərinin cəmli olan nisbəti tapın. Aha, 160-ın əvvəlcə bölən sayını necə tapırıq? 160 bölü 2, böl 82, 40, böl 2, 20, böl 2, 10, böl 2, 5, 5, 1. Deməli, 2 vur 5. 2-dən 1, 2, 3, 4, 5. 2 üstü 5, 5 üstü 1. Bölən sayı necə tapılır və bu qüvvətdəki ədədləri bir vahid artırırıq. 5 olur 6, 1 olur 2. 6 vur 2, bu bizə verir 12. Uşaqlar, natural bölən sayı da 12-dir. Müsbət tam bölən sayı da 12-dir. Natural bölən sayı da 12-dir. Mənfi tam bölən sayı da 12-dir. Müsbət bölənlərin sayı zaten oldu 12. Bunu bildik. Deyir, müsbət bölənlərin cəminə 12 hansıdır? Yəni 1-ə bölürük 160, 2-yə bölürük 80, 3-ə bölünmür, 4-ə bölürük 40, 5-ə bölürük 32. 6 bölünmür, 7 bölünmür, 8'e bölünür 20, bir de 10'a bölünür 16. 12 oldu mu? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Düzdür. Şimdi ne edirik? Deyir ki sayının, yani 12'nin və buradakı ədədlərin sayının onun müsbət bölənlərinin cəminə. Deməli, hamısını toplasaq 1, 2, 4, 5, 8, 3, 7, 12, 20, 10, 30, 16, 20. Deməli,
Daha sonra nə qaldı? 10, 16, 20, 66. Üzərinə 32 gəlsək, 40, 80 və 160 hamısını toplasaq, bu olacaq 378. İndi deyir ki, 12, 378. Bu da elə nəyə ixtisar gedir? 3, 7, 18, 6-ya ixtisar gedər. Düzdürmü? 12-yi 2-yə bölsəm 6, 378-i 6-ya ixtisar aparsaq 63. Bunlar da 3-ə ixtisar gedir. Burada 2, burada 21. Var mı elə bir cavab? Yox, elə bir cavab yoxdur. Niyə? Bəs bəlkə hesabda itirdim. Bir dəqiqə təzədən baxım, hardasa ola bilər hesabda itirdim. Bura qədər düz gəlmiş. Mən buralarda hardasa bir mexaniki səhv elədim. Deməli 12 böl 6. 6-ya böldük. Mən nəyə böldüm? 6-ya böldük. Hə? Birinci dedim 6-ya bölük. 6-ya böləndə burada qalır 2. Bu da 63. 63-də 2. Hə, üzr hesab edeyim. Burada biraz mexaniki bir səhv oldu. 4-cü testimizin düzgün cavabı C variantı. 5-ci testə baxırıq. 450 və 600 əkobu əboba böləndə zaten bu bizə verir C. C də nədir? Ortaq olmayan sayda vuruqların hasili nə deməkdir? 450-yi də sayda vuruqlara ayırırıq. 600-ü də sayda vuruqlara ayırırıq. 450 böl 2. Deməli, başlayaq bölməyə. 450, 220, 225. Daha sonra 225 rəqəmlər cəmi 9-dur. 3-ə bölürük. Bölsə 3-ə. Bu bizə verəcək 75. Bölsək 3-ə 25. 5, 5, 5, 1. 600 böl 2, 300 böl 2, 150 böl 2, 75 böl 3, 25, 5, 5, 5, 1. Ortaq olanlar gəlin dairəyə alaq. Deməli 2, 3, daha sonra 5 və 5. Düzün, bu ortaq olan. Bunları ayrı-ayrılıqda da tapa bilərsiniz uşaqlar. Əkobu taparsınız. Yəni, gəlin qaydanı deyək də. Məsələn, əkobu necə taparım? 600-ü vurarıq digərində ortaq olmayan 3-ə. Əbob nə oldu? 2 vur, 3 vur, 5 vur, 5. 3-lər ixtisar gedir. 600-ü də bölürük. 2 vur, 5, 10, 50. 600 böl 50, 12. Bu birinci üsul. İkinci üsul elə zaten burada dairəyə alınmayanlar var ya. Bu mavi 3, 2, 2. Bu maviləri görürsünüz. Bunlar ortaq olmayan sayda vuruqlardır. C. 3 vur, 2 vur, 2. Elə bu da bizə verir 12. Hər iki üsulla da düzgün cavabı tapa bilərsiniz. Keçirik 6-cı testdə. Deyir ki 6-ya bölünən deməli, 6-ya bölünən ən kiçik rəqəmli ədədlər 4-ə bölünən ən böyük rəqəmli ədədin cəmi. 6-ya bölünən ən kiçik, deməli, ən kiçik 100-dür və baxırıq ki, 100 2-yə bölünür, 3-ə bölünmür. Deməli, bu olacaq 102. Çünki rəqəmlər cəmi 3-dür, cütdür, bu 6-ya bölünür. 6-ya bölünən ən kiçik rəqəmli ədəd 102-dir. 4-ə bölünən ən böyük rəqəmli ədəd isə 96-dır. Bunların da cəmi bizə verəcək 198. Bölünən və qismətin hasili bölənlə qismətin hasilindən 3 dəfə böyükdür. Deməli, məsəl üçün, əgər bölünən 6 olarsa, 6 bölünsün A bərabərdir B. Belə bir misal yazaq. Deyir, bölünən və qismətin hasili, yəni 6 vur B, bölənlə qismətin hasilindən, yəni A vur B-dən 3 dəfə böyükdür. Hər tərəfdən B-lər ixtisar gedir. A vur 3, 6-dırsa, A olur 2. Yəni, misal belə oldu. 6 bölü 2 bərabərdir 3. Bizə deyir ki, bölənlə qismətin cəmini tapın. 2 üstə gəl 3. Bu da bizə verir 5. Düzgün cavab 5. Daha sonra 17 çıx 3A, A üstə gəl 3 ifadəsinin natural ədəd olması üçün A-nın ala biləcəyi qiymətlər cəmi. Deməli, 17 çıx 3A, aşağıda isə A üstə gəl 3. Belə bir şey eləyək uşaqlar. Yuxarıda da, aşağıda da
Elə bir hesab aparaq ki, bu A üstü 3 çox rahatlıqla bölünə bilsin. Yəni neyniyək? Məsəl üçün belə yazaq. 17 çıxılsın 3 vurulsun A üstə gəl 3. Düzdürmü? Yəni bu A-nı A üstə gəl 3 şəklində yazsaq 3-ü, A üstə gəl 3-ə vursaq nə olur? 3A üstə gəl 9. Düzdür? Amma mənə bir dənə burada, elə bil bunun da açılışı bizə verir. 17 çıx 3A çıx 9. Düzdür? Bu axı bizə 17 çıx 3A lazımdır. 17. Burada isə 17 çıx 9, 8 çıx 3A alındı. Düzdür? Yenidən bunu 17 eləmək üçün üzərinə 9 gəlməliyəm. Yəni ümumiləşdirirəm. Və bunu ümumiləşdirirəm. Və buranı sildim. Yəni bunu belə yazaq da. Vurub açanda 17 çıx 3A çıx 9. Bu bizə nə verdi? 8 çıx 3A. Deməli 8 çıx 3A-nın yenidən 17 olmaq üçün üstünə 9 gəlməliyəm. Yəni biz bunu belə yaza bilərdik. 9 9 çıxılsın. Düzdürmü? Bir dəqiqə buranı belə yazım. 17 çıxılsın 3 vurulsun A üstə gəl 3. Amma dedim ki, bunun açılışı bizə verir. Bunun açılışı bizə verir. Harada yazmışam? Bax buranı. 17 çıx 3A çıx 9 8 çıx 3A. Düzdür? 8 çıx 3A. Axı mənə 17 lazımdır. Ona görə bura bir 9 əlavə edirik. Daha sonra A üstə gəl 3 yazırıq. Yəni misal belə oldu. 17 üstə gəl 9. 26 çıxılsın 3 vurulsun A üstə gəl 3. Aşağı isə oldu A üstə gəl 3. İndi parçalaya bilərik. 26 A üstə gəl 3. Bir də çıxılsın 3 A üstə gəl 3 A üstə gəl 3. Niyə belə parçaladıq bildiniz? Yəni bunlar ixtisar gedir. Hər şey asılıdır bundan. A-nın alabilir ifadənin natural ədəd olması üçün 26 hansı ədədlərə bölünür? 26 1-ə bölünür. Düzdürmü? 1 olmaq üçün, yəni kənarda yazdım. A üstə gəl 3-ün 1 olmaq üçün A neçə olmalıdır? Mənfi 2. Sonra 26 başqa nəyə bölünür? 2-yə bölünür. Yəni A üstə gəl 3-ün 2 olmaq üçün A neçə olmalıdır? Mənfi 1. Sonra 26 1-ə bölünür, 2-yə bölünür, 13-ə bölünür. A üstə gəl 3-ün 13 olmağı üçün A neçə olmalıdır? 10. Bir də 26 özünə bölünür. A üstə gəl 3-ün 26 olmaq üçün A neçə olmalıdır? 23. Deyir ki, A-nın ala biləcəyi qiymətlər cəmi. Qiymətlər cəmini götürək. İndi amma ifadənin qiyməti natural ədəd olmalıdır axı. Yəni 26-yı 1-ə bölsək, A üstə gəl tutaq mənfi 2 verdik, düzdürmü? A üstə gəl 3 1 olsa 26 böl 1, 26 çıx 3 natural. Bu ödəyir. Bu işarə ödəyir. Mənfi 1 versəm, yəni cavab 2 alınsa 26 böl 2, 13, 13 çıx 3 natural ödəyir. Bu olur. 26 böl 13, 2, 2 çıx 3 axı mənfi alınır. 26 böl 26, 1, 1 çıx 3. Bu da mənfi alınır. Yəni, A-nın ala biləcəyi qiymətlər mənfi 2 və mənfi 1-dir. Mənfi 2 üstə gəl mənfi 1. Bu da bizə verəcək mənfi 3. Biraz 8-in izahı mənə elə gəlir, biraz uzun, çox uzun izah oldu. Amma yəni, bax, buradakı A-nı A üstə gəl 3-ə bənzətməliyəm ki, bu şəkildə parçalaya biləm. 9-a baxaq. Bölünən natamam qismətdən 11 vahid böyük, qalıq bölündən 2 dəfə kiçikdir. Əgər qalıq 2 olarsa A böl B bərabərdir 2. Bir də qalığımız var. Deyir ki, bölünən natamam qismətdən qalıq 2. Bir dəqiqə düzəldim bunu. A böl B bərabərsə qalıq 2. Qalıq 2-dir. Deyir ki, bölünən natamam qismətdən, yəni C-dən 11 vahid böyükdür. Yəni, bu C üstə gəl 11-dir. Qalıq böləndən 2 dəfə kiçikdir. Qalıq 2-dir, düzdür. Böləndən 2 dəfə kiçikdir. Deməli, bölən qalıqdan 2 dəfə böyükdür, yəni 4-dür. Bu da C qalıq 2. İndi bölünən necə tapılır? C üstə gəl 11-i tapmaq üçün
böləni natamam qismətə vurub üzərinə qalıq əlavə edirik. Tənlik alınır. Buradan alınır ki 4 çıx ise 3 ise bərabərdir. 11 çıx 2 9 ise bərabərdir 3. Yəni bura oldu 3. Amma böləni tap deyir. Bölən zaten verilib də. A variantı. Biz şeyini tapdıq. Heç şeyini istəmirmiş bu. Şey, biz natamam qisməti tapdıq. Uşaqlar bir daha baxın. Deyir ki əgər qalıq 2 olarsa, sonra da deyir ki, qalıq böləndən 2 dəfə kiçiksə, bölən qalıqdan 2 dəfə böyükdür. 2 vur 2 4-dür. Zaten heç tənliyə ehtiyac yoxdur. Bizdən natamam qismət istəsəydik, cavab 3-dür və ya bölünəni istəsəydik, 13 3 də gəl 1 14 olardı, amma mesela çox rahat oldu. Sanki heç tənliyə ehtiyac yoxdur. Qalıq 2, qalıq bölündən 2 dəfə kiçiksə, bölən qalıqdan 2 dəfə böyükdür. Bu da böləni istəyir. 2 vur 2 4. Heç tənliyə ehtiyac yox imiş. Bence burada bölünen isteseydi yani tamam qismət isteseydi daha maraqlı olardı. M ve N tam ədədlərdir. M N cütdürsə. Uşaqlar cüt o zaman mümkündür ki, deməli, məsələn, M də cütdür, N də cütdür. Məsələn, 2 vur 4 cüt. Aşağıdakilərdən hansı həmişə təkdir? Artıq burada variant yoxlamaq lazımdır. Necə variant yoxlayırıq? Deməli, 2 vurulsun, 2 vurulsun, 4 üstə gəl 2, 2 vur 2 4, 4 vur 4-dən 6 üstə gəl 2, 18 cüt. A variantı getdi. 3 vur 2 üstə gəl 4 üstə gəl 1, 3 vur 2, 3 vur 2. 6, 6 üstə gəl 4, 10, 10 üstə gəl 1, 11. Amma bir şey var ki, deyir M və N tam ədədlərdir. M-in cütdürsə, M vur N. Burada tək alınır. Bunun ikinci versiyasına da baxa bilərik. Yəni, tutaq ki, M 2, N 3 olsa da zaten 2 vur 3 hasili 6'dır, düzdür. Onda bunu bu vəziyyətdə yoxlayaq. Yəni, tutaq ki, 3 vur 2, üstə gəl 3, üstə gəl 1. 3 vur 2, 6, 6 üstə gəl 3, 9, 9 üstə gəl 1, 10. Burada tək alındı, burada cüt alındı. Yəni, həmişə tək fikri ödəmədi. C variantını yoxlayaq. M-in kubu 2'nin kubu 8 vurulsun. 3 üstə gəl 1, 24 üstə gəl 1, 25. 2'nin kubu 2 vur 2, 8 vur 4, 32 üstə gəl 1, 33. Hər ikisində təkdir. Bir də belə düşünün də uşaqlar. Zaten M kubu N, yəni M vur, M vur, M vur, N zaten bu cütdür. Düzdürmü? Cütün də üzərinə 1 gəlsək, onsuz da həmişə tək alınır. Heç variant ədəd yoxlamadan da belə rahatlıqla düşünmək olardı. 11-ci testə gəldik. 11-də nə deyir? Deyir ki, yerləşən cüt. Belə olanda mən həmişə demişəm ki, öz üzdən bir ədəd verir. Məsələn, 1 verək. N-ə 1 verək. Onda belə bir şey olur. 1, burada x bir üstə gəl 9, 10. Bu aralıqda nə var? 2, 4, 6, 8, 10. Cavab olur 5. Amma məsələn, desəydiniz müəllimə, yenə 2 versəm necə olar? Onda da belə olacaqdı. 2 üstə gəl 9, 11. Yenə 2, 4, 6, 8, 10. Düzdürmü? Yenə də say olacaq 5. Cüt ədədlərin sayı. 1-dən 50-yə qədər 4-ə bölünən neçə ədəd var? Ən kiçiyi 4-dür, ən böyüyü 48-dir. Qayda necədir? Ən böyükdən ən kiçiyi çıxırıq. Bölürük 4 üzərinə 1 əlavə edirik. 48 çıx 4. 44, 44'ü 4'e böldük. 11, 11 üstə gəl 1, 12 düzgün cavab. 2 natural ədədin hasili 13'ə bərabərdir. Bu 1 vur 13'dür. Bunların da cəmi 1 üstə gəl 13 olacaq. Düzgün cavab 14. Daha sonra maraqlı bir testdir, amma hazır qaydadır. Biz bilirik ki, A vur B hasili zaten ekök və abobun hasilinə bərabərdir. Yəni 70'i 70 vurulsun 340, 0, 28, 2 hatta 21, 23 bu da olacaq. 14. testimizdə Y variantı. 15-ci testə gəldik. X üstə gəl Y cəminin 9'a bölünməsindən cəm deyirsə, bundan əvvəlki testdə də bunun hasilini deyirdi. Düzdürmü uşaqlar? Yenə bunları hesablamaya ehtiyac yoxdur. Rəqəmlər cəmi neçədir? 18 üstə gəl 7. 25. 25'i 9'a bölsəm qalıq 7'dir. Burada isə rəqəmlər cəmi 10, 18,
8, 26, 31. 31'i bölərəm 9-a, qalıq 4. Düzdürmü? İndi belə düşünün də, bunlar yox, qalıqları 7 üstə gəldi 4 cəmi. Yəni 11-i 9-a böləndə alınan qalıq 2. 15-ci testimizin düzgün cavabı. Davam edirik. 16 AB natural ədədlər üçün AB 252 hər iki ədədin ortaq olmayan sayda vurğuların hasili, yəni S 7-dir. A vurur B 252-dir. Əbobun düsturu uşaqlar. Artıq məncə bunu əzbər bilirik. Kök altında A vurur B bölünsün S. Zaten A vurur B-ni özü verib. 252-dir. Mən də onu 7-yə bölürəm. 36. Kök hətta 36-dan da cavab olur. Kök hətta 36-dan cavab neçə çıxır? 6. 16-cı testimizin düzgün cavabı. Qarşılıqlı sadə ədədlərin əbobu 1-ə, əkobu isə onların hasilinə bərabərdir. Yəni düzgün cavab olur D variantı. 50 və 75-in əbobunu istəyir. Sadə vuruqları ayırırıq. 50-nin sadə vuruqları 2 vur, 5 vur, 5. 75-in sadə vuruqları isə 3 vur, 5 vur, 5. Hər ikisində ortaq olan nədir uşaqlar? 5 vur, 5, yəni 25 düzgün cavabdır. Daha sonra 19. A, B, bu şəkildə yaza bilərik. A-nı öz qarşısındakı 1K, B-ni isə 3K kimi düşünə bilərik. Və burada fikir versəz, bizə deyir ki, əkob AB böl əbob AB. İndi ən rahat neyniyək? 1K və 3K-nın əkobu 1 vur, 3 vur K-dır. Çünki 1 və 3 qarşılıqlı sadədir. Əkobu onların hasilinə bərabərdir. 3K-dır. Əbobu isə hər ikisində nə görürük? K. Yəni əkob 3K-nı əbob K-ya böləndə K-lar gedir. Düzgün cavab olur 3. Və test 2-nin sonuncu 20-ci testi 12-yə tam bölünən 2 rəqəmli ən böyük ədəd, 12-yə tam bölünən 2 rəqəmli ən böyük ədəd 96 olacaq. Ən kiçik ədədin ən kiçik ədəd də olacaq 12-nin özü. 96 çıx 12, bu da bizə verir 84 A variantı. Test 2-ni də məncə çətin testlər deyil uşaqlar. Biraz diqqətli olsaq yaza biləcəyimiz modellərdir. Uğurlar hər birinizə. İnşallah növbəti izahlarda görüşərik.